Uşağın göbəyində şişkinlik var, müayinəyə gəlsin yoxsa gözləsin? Gəlsin. Qasıq nahiyəsində şişlik əmələ gəlib və bu mütəmadiyyən gəlib gedir. Müayinəyə gəlsin yoxsa gözləsin? Gəlsin. Bu qasıq yırtıq ola bilər. Oğlan uşağının xəyallarından biri torbada görünmür. Gəlməlidir. 6 ayına qədər gözləyə bilər, 6 aydan sonra mütləq gəlməlidir. Sünnətdən sonra ilk gün yüngül şişlik var. Bir müddət gözləsin. Sünnətdən sonra güclü qanaxma başlayıb. Gəlməlidir. Gəlsin. Uşaq qarın ağrısı deyir, amma oynayır, qidalanır, hərarəti də yoxdur. Gözləsin yoxsa gəlsin? İlk öncə pediatr müayinəsinə getsin. Əgər davam edərsə, uşaq cərrahına müraciət edə bilər. Qarın ağrısı ilə yanaşı qusma və hərarət var uşaqda. Gəlməlidir. Gəlsin. Uşaq qəpi yudub. Gəlməlidir yoxsa gözləməlidir? Gəlsin. Uşaq plastik oyuncaq parçası udduğunu deyir, amma heç bir şikayət yoxdur. Gəlsin. Uşaq 3 gündür qəbizlikdən əziyyət çəkir. Gəlməlidir yoxsa? Əziyyət çəkirsə gəlsin. Yox, əgər normal olaraq 3 gündən bir bayıra çıxırsa, gözləyə bilər və yaxud da pediatr müayinəsində qidalarında dəyişiklik edilə bilər.